hamının həyatında nəsə qaydasındadır və nəsə qaydasında deyil. Hətta belə bir rəvayət var ki, məmləkətlərin birində bir şahın övladının gözü tutulur və görə bilmir. Müdriklərlə məsləhətləşir. Müdriklər belə bir məsləhət verirlər ki, ölkədə ən dərdsiz adam tapılsın, onu tapdıqdan sonra onun köynəyi övladının gözünün üstünə qoysun və şahın övladı görməyə başlayacaq. Şah belə bir fərman verir ki, ən dərdsiz adamı tapsınlar. Hamı da axtarışa başlayır. Cəmi bir dərdsiz adam tapırlar. Amma indi bu dərdsiz adamın da köynəyini gətirmək lazımdır ki, şahın övladının gözünün üstünə qoysunlar. Məlum olur ki, bu dərdsiz adamın da geyinməyə bir köynəyi yoxdur ki, onun köynəyini gətirsinlər şahın yanına. Burada məna ondan ibarətdir ki, bütün həyatlar belədir. Bütün həyatların nəsə qaydasında olan tərəfi var, nəsə qaydasında olmayan tərəfi var. Əsas məsələ budur ki, insan bilsin ki, hər kəsin həyatında nələrsə qaydasında olmaya bilər. Bu təbiidir. Təbii olmayan budur ki, insan düşünsün ki, həyatında heç bir zaman, heç bir şəkildə çətinlik olmayacaq. Bu yanlış düşüncədir.